Əzəldən bəri bütün insanlar xoşbəxt olmaq istəyiblər. Hər kəs xoşbəxtlik axtarıb. Bəziləri çoxlu kitab oxumaqda görüblər xoşbəxtliyi, bəziləri çox gəzməkdə, bəziləri düşündülər ki, çoxlu dosta, tanışa sahib olmaq xoşbəxt olmaq deməkdir. Bəziləri fikirləşiblər ki, çoxlu hörmət və şöhrət sahibi olmaq demək xoşbəxt olmaq deməkdir. Bəziləri düşündülər ki, çox xoşbəxt olmaq istəyirsənsə, az şeyə sahib olmalısan. Doğrudan da görəsə, biz nə olsa xoşbəxt olarıq, nəyə sahib olsa xoşbəxt olarıq və ya nə əlimizdən çıxsa xoşbəxtliyimiz əlimizdən getmiş olar. Və ya görəsə həqiqətən də xoşbəxtlik nədir sualı nisbidirmi, hər kəsə görə dəyişirmi? Yoxsa doğrudan da bu sualın tək bir cavabı var. Biz insanlar mı bunu görə bilməmişik? Və ya sən xoşbəxtsənmi? Və ya xoşbəxtsənsə nəyə görə xoşbəxtsən? Və ya deyilsənsə nəyə görə xoşbəxt deyilsən? Və ya xoşbəxtlik sənə görə nədir?